Damar tutulubsa artıq müalicə effekt vermir. Məcbur olub sonda ağırlaşma kimi barmağın ya aşağı tərəfin hansısa bir hissəsinin amputasiyasına gətirib çıxara bilər. Şəkər xəstəliyi zamanı bütün orqan və sistemlər zədələnir. Eyni zamanda qan damarları, arteriyalar. Arteriyaların da müayinəsində ən gözəl metod doplerografiyadır. Rəngli doplerlə qan damarlarının izlənməsidir. Biz dopler zamanı həm aşağı ətraf damarlarına baxırıq, həm boyun damarlarına baxırıq. Əgər boyun damarları zədələnirsə, bu beyin qan dövranı pozulduğuna səbəb olur. Aşağı ətrafların arteriyaları zədələnirsə, aşağı ətrafların qan təchizatı pozulur, işemiya əmələ gəlir. Bilirik ki, şəkər xəstəliklərində ən çox qangrenalar əmələ gəlir. Bu zaman qan təchizatı pozulur, işemiya gedir, nekroz gedir. Doppler olunanda, yəni hansı nahiyədə əgər daralma varsa, faizini təyin edirik və məsləhət görürük. Yəni bu müalicəyə tabi olar və yaxud da angioqrafiya olunub stent qoyulmalıdır. Vaxtında bunun qarşısını ala bilərik. Şəkər xəstələri müayinə olunanda, yəni əgər biz baxırıqsa, xəstənin damarında hər hansı bir dəyişiklik görürüksə, mübadilə pozğunluğu getdikcə damar divarının mənfəzinin daralmağına səbəb ola bilir. Yəni bu müalicəyə tabi olur, olmur, proses artır, artmır. Onu yoxlamaq üçün 6 aydan ildə bir dəfə heç olmasa doplerografiya olunsa məsləhətdir. Hal-hazırda Uniklinikada diaqnostika laboratoriya müayinələri var və bu şəkər xəstələri üçün geniş imkanlar yaradır ki, vaxtında diaqnoz qoyulsun, müalicə aparılsın.